Demək ki, 15-ci suala baxırıq. 15-ci sualda bizdən zərfin düzgün dərəcəsini tapmamız müəyyən olunur. Cümlədə bizim açar sözümüz of all ifadəsidir. Of all olan yerdə biz üstünlük dərəcəsində olan zərf seçməliyik. Bildiyimiz kimi zərflərin üstünlük dərəcəsində biz the article istifadə etmirik. Digər tərəfdən də zərflərimiz bir hecaldırsa, onların üstünlük dərəcəsi onların sonuna es şəkildə əlavə etməklə düzəlir. Beləliklə düzgün cavabımız B variantıdır. Daha sonra 16-cı sualda to be interested in olmalıdır. Yəni birinci tərəfdə in sözcüğü olmalıdır. Bu da uyğun olaraq A variantında öz əksini tapır. I become interested in music when I was at school. Məktəbdə olanda musiqi ilə maraqlanırdım. Daha sonra 17-ci sual modal feillərlə bağlıdır. Əvvəlcə quruluşca yanlış olan modal feillər variantlardan çıxsaq, C variantına çıxmış olaraq. Çünki have to modal feilinin inkarı özü ilə düzəlmir və B variantında da may modal feilindən sonra to hissəcik işlənmir. A, D və E variantları arasında qalanda biz görürük ki, A və E variantları təsdiqdir, D variantı isə inkardadır. Uyğun olaraq D variantının yəni inkarı götürürük. Digər tərəfdən tərcümə etmiş olsaq görərik ki, deyir ki, şagirdlər tapşırıqları özləri edə bilirlər. Onların müəllimdən köməyə ehtiyacları yoxdur. Müəllimdən kömək istəməyə ehtiyacları yoxdur. 18-ci sual nida cümlələri ilə bağlıdır. Nida cümlələrinin ardıcıllığına və quruluşuna fikir verdikdə biz burada görürük ki, A variantında E article istifadə olunmayıbdır və yaxud da elə an article deyə bilərik. Çünki interesting sifəti saatlə başlayır. Digər tərəfdən də burada book sözü sayılan tək isimdir. Ona görə biz mütləq şəkildə sifətin qarşısında an article istifadə etməliyik. A variantı bu baxımdan səhv. B variantında how ilə başlayan nida cümlələrində biz an article-dan istifadə etmirik. Ona görə B variantı səhv. Demək C variantı what an interesting book hissəsinə qədər düzgün olsa da mübtəda ilə xəbərin yeri dəyişik düşübdür. Yəni it is şəklində olmalıdır. Bu baxımdan C variantı da səhvdir. D variantına baxdıqda isə yenə bot olan cümlələrdə biz the article istifadə etmirik. Bu baxımdan D variantı da səhv. E article-na baxınca görürük ki, what an interesting book it is. Nə maraqlı kitabdır. Demək burada what bizim nida sözümüz, an article buradakı book sözünə görə istifadə olunub, sifət, mübtəda və xəbər bütün ardıcılıqlar gözlənilmişdir. Cavabımız 18-də E variantı olacaq. 19-cu sual zamanlarla bağlıdır. Biz əvvəlcə bilməliyik ki, when-dən sonra işlənmiş cümlələrdə biz indik bitmiş zaman istifadə edə bilmərik, gələcək zaman istifadə edə bilmərik. Uyğun olaraq yəni birincini variantlardan çıxırıq, tərcih edirik. Çünki bitmiş zamanda have come. İkincidə uzlaşmaya baxırıq. Had keçmiş, bitmişdi, came keçmiş, sadə uzlaşır, kini götürürük. Üçüncü cümləyə baxanda biz görürük ki, nə var? Were keçmiş, davam edici, were cooked keçmiş, davam edici, came keçmiş, sadə uzlaşır ki, 3 cavabımız bizdə olacaqdır. 4-ə baxaq, have cooked indiki bitmişdi, came keçmiş, sadə zaman, indi zamanla keçmiş zaman heç zaman uzlaşmır. O yüzden də devam 4-cü bəndə də çıxırıq, cavabımız nə qalır? D variantı qalacaqdır. 20-ci sual isə bağlayıcılar mövzusuna bağlıdır. Deməli, neither nor